Deməli sual bizdə nə idi? 4 sinus kvadrat 18 üstə gəl 2 sinus 18 deyir, bunun cavabını tap. Tələbə soruşur ki, mənə cəbri ver həlli. Biz bunu həndəsi vermişik. Gəlin xırdalıya gedək. Görək alınırmı ümumiyyətlə? Birinci atdım. Yəqin tələbə razılaşar da sinus 36 kosinus 54-ə bərabərdir. Hardan çıxır bu? Çevirmə üstünündən. Sinus 36-nı 2 qat arqument üstünə tətbiq edəsək nə olacaq burada? 2 sinus 18 kosinus 18. Kosinus 54 nədir? Kosinus 36 üstə gəl kosinus 18. 2 kosinus 18 2 sinus 18 kosinus 18 bərabərdir. Kosinus alfa plus beta nə eləmək olar? Kosinus 36 kosinus 18 çıx. Aha. İndi nə eləyək? Yenə də burada 2 sinus 18 kosinus 18-dən işim yoxdur. Kosinus 36-nın yerinə 1 çıx 2 sinus kvadratı 18 yazın. Kosinus 18-dən işim yoxdur. Sinus 36-nı açım 2 sinus 18 kosinus 18 bir də sinus 18. Bütün ifadədə kosinus 18-ə bölək. Burada da var kosinus 18, burada da. Nə qalsın? 2 sinus 18 1 çıx 2 sinus kvadratı 18 çıx 2 sinus 18 vur sinus 18 sinus kvadratı 18. Bunlar birlikdə at bura. 4 sinus kvadratı 18 üstə gəl 2 sinus 18 nəyə bərabərdir? 1'ə. Bu 1 yox. Görək başqa cür yaza bilərik. Yoxsa yox. Uşaqlar. Deyək ki, bizim nəyimiz var? Düzbucaqlı üçbucağımız var. Bura 18 dərəcədir. Sinus 18-in nə olduğunu deyək ki, bilmirik. Də bir x deyək. Bucağın sinusu nədir? Qarşıdakı katetin hipotenuzu olan nisbətidir. Əgər mən sinus 18-in nə olduğunu bilmirəmsə, x demişəmsə ona, onda bu 18-in qarşısı x-dir. Burada nədir? 1'dir. X bölü 1. Bundan bir dənə də belə çəkək. X bura 1 bura. Bura 18. Tələbə razılaşarsa, bura 90'dır, bura 18'sə, bura 72'dir. Buradan bir tənbölən çəkim. Buranı bölsün 36'nın 36'ya. Bura 36'dır, bura 36'dır. Neynəsin? Burada 72'dir də. Bura 36, bura 72, onda burada 72'dir. Buradan bura 2x-dırsa, buradan burada 2x-dir. Bura 36'dır, bura 36'dır. Bu 2x-dırsa, burada 2x-dir. Bunun ümumi uzunluğu 1'dirsə, buradan bura 2x-dırsa, buradan bura 1 çıx 2x-dir. Xatırladıram ki, çəkdiyim xətt tənböləndir. Tənbölən qarşı tərəfi yan tərəflə eyni nisbətdə bölür. 1'in 2x-a nisbəti, 1'in 2x-a nisbəti, 2x-in 1 çıx 2x-a nisbətidir. Tənasübə gələk. 4x kvadrat bərabərdir 1 çıx 2x. 2x-i bura at. 4x kvadrat üstə gəl 2x 1'dir. Biz nəyə x demişdik? Onda oldu 4 sinus kvadratı 18. Üstə gəl 2 sinus 18 1'dir. Hə, deyərsiz seçməlim, bunu da görə bilmirəm, onu da görə bilmirəm. Nə eləyə bilərəm başqa? Gəl başqa cür yazmağa çalışaq. Bunu da görmədin, onu da görmədin. Birbaşa birinci dərəcə salmadan istifadə edir. Olsun 4 vur. Sinus kvadratı 18 nədir? 1 çıx kosinus 36 bölü 2 üstə gəl 2 sinus 18. Yaxşı. Buyurun bu ixtisar getsin. Burada qalsın 2. Vura qaçaq. 2'ni 1'ə. 2. 2'ni kosinus 36. 2 kosinus 36. Üstə gəl 2 sinus 18. Hə. Davamda. Yazaq 2 çıx. Bunu çevirək sinusa. Mənfi 2'nin çıxaraq mərtəzi xaricində. Kosinus 36'nı sinusa çevirsəm. Bu nə verəcək sənə? Sinus 54
sinus 54 sıx sinus 18. 90-dan neynədin? 36-dan çıxdı. 2 çıx. Sinus alfa çıx sinus beta düsturu. Necə idi bizə sinus alfa çıx sinus beta düsturu? 2 sinus yenə də 2 sinus. Buradakıların fərqinin yarısı. Bunların fərqinin yarısı neçə eləyəcək? 54 çıx 18 böl 2 18 vur kosinus bunların cəminin yarısı. Bunların cəminin yarısı neçə eləyəcək? 36. Ardınca nə eləyək? Bunu kosinus 18-ə vuraq və bölək. Ardınca nə eləyək? 2 sinus 18 kosinus 18. Nə versin bizə? Nə verəcək? Sinus 2 alfanı, yəni sinus 36-nı. 2 sinus 36 kosinus 36-nı verəcək sizə. Sinus 72. Kosinus 18-də çevirməyə görə 90-dan 18-in çıxaq. Nə olsun? Sinus 72. 2 çıx 1, 1. Yəni bilən üçün heç də qarşısını almayacaq da. Amma bilən üçün. 3 yolda göstərdik. Vəssalam dayandıra bilər.